2014-cü il ərzində xüsusi amansızlıqla bir neçə qəsdən adam öldürmə faktları qeydə alınıb. İl ərzində baş verən və bu qəbildən olan dəhşətli cinayətlərə nəzər yetirdikdə, ən dəhşətli məqam isə onların istər ailə münaqişəsi, istər anlaşılmazlıq, istərsə də psixoloji durumlar və təmas səbəbindən qəddarlıqla həyata keçirilməsi diqqəti çəkir. Onların müəllifləri isə ya könüllü polisə təslim olub və ya polisin böyük səylə keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində isti izlərlə zərərsizləşdirilib. Ölkə ərazisində qeydə alınan və hər kəsi riqqətə gətirən rezonanslı qətillərin bir qismini xatırladaq. Şəki rayon sakini, amma Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycanlı biznesmen kimi tanınan 53 yaşlı Oruc Şirəliyevin öz doğma oğlu 21 yaşlı Bürhan Şirəliyev və həyat yoldaşı 43 yaşlı Sevinç Şirəliyevanın pula düşkünlüyü səbəbindən ailəyə yaxın olan 33 yaşlı Vüsal Mustafayev Elçin Məmmədov tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsi hamını dəhşətə gətirdi. Hər kəsi şoka salan digər məqam isə ailə üzvlərinin doğmasının varidatına göz dikməsi olub. Vüsal istintaq ifadəsində Rusiyada bizneslə məşğul olan Oruc Şirəliyevlə uzun müddət aralarında ədavət olduğunu bildirib. Onu öldürmək üçün Orucun həyat yoldaşı Sevinç və oğlu Bürhanla qabaqcadan razılıq da əldə edib. Plana əsasən Oruc Şirəliyev öldürüldükdən sonra onun varidatı aralarında bölünməli imiş. Daha bir rezonanslı qanlı olay isə Suraxanı rayon polis idarəsinin rəis müavini Akif Nəzərovlu oğlu Asif Nəzərovun və həmin ərazidə yaşayan sakinlər Fərid Qədirovla Yusuf Paşayevin Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında güllələnməsi oldu. Odlu silahdan açılan atəş Fəridlə Yusufun həyatına son qoydu. Rəis müavini ilə oğlu isə aldığı güllə yaralarından aylarla xəstəxanalıq oldu. Hadisəni törədən qəsəbə sakini Gülağa Lətifov isə gec tez saxlanılaraq qanun qarşısına çıxarıldı. Ailə münaqişəsi zəminində törədilən dəhşətli qətillərdən biri də Sumqayıtın Corat Bağlar massivində qeydə alındı. 22 yaşlı Əskəralı Abbasov 3 doğma dayısını xüsusi amansızlıqla qətlə yetirib. Əskəralı bunu dayıları ilə mübahisə etdikdən sonra həyata keçirib. Dayılarının olduğu otağın qapısını qıfılayaraq mənzilə od vurub yandırıb. İstintaqa cəlb olunan Əskəralı dayılarını ona qarşı irəli sürülən ağır təhqirlərindən sonra öldürməyə məcbur olduğunu deyib. Bu görüntülər bir neçə ay əvvəl Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 307 saylı orta məktəbin qarşısında qeydə alınıb. Türkiyədə təhsil alan tələbə 20 yaşlı Yaqub Musayev Bakıya məzuniyyətə gəldi, amma qanuna qəltan oldu. Baş verən silahlı insidentdə mərhumun dostu 23 yaşlı Pərvin Mehdiyev də xəsarət alıb. Müəyyən olunub ki, Yaqub Musayevi qətlə yetirən onun dayısı oğlu Pərvin Mehdiyev isə ağır yaralayan şəxs qonşuluqda yaşayan Kamil Fərəcovdur. Kamil hadisəni qisas zəminində 2 il öncə mərhumun atasının onun qardaşını qətlə yetirdiyi üçün öldürdüyünü bildirib. İl ərzində ailə münaqişəsi zəminində törədilən amansız qətillər bölgələrdən də yan keçmədi. Sırada təqdim etdiyimiz hadisəni isə sadəcə qətliam adlandırmaq olar. Allah mən nə edirəm? Allah mən... Ay, ay, ay! Bura Goranboyun Səfikürt kəndidir. 2 ailədən bir gündə 7 nəfər qətlə yetirilib. Ailə münaqişəsinin inanılmaz həddə çatmasının ən ağır nəticəsi. Hadisəni törətməkdə təqsirləndirən elə zərər çəkən ailənin kürəkəni 36 yaşlı Rafiq Hüseynovdur. Bir çox təsdiqlənməmiş məlumatlara görə güya Rafiq Hüseynov hadisə zamanı ov tüfəngi ilə yanaşı əl qumbarasından da istifadə edib. Onda qeyd edək ki, qətlə yetirilən 7 nəfərdən başqa 2 nəfər də ağır xəsarətlərlə Gəncədəki xəstəxanalardan birinə yerləşdirildi. Ən dəhşətlisi isə az yaşlı uşağın da gülləyə tuş gəlməsi oldu. Bu qətliamdan bir neçə ay sonra hadisəni törədən Rafiq Hüseynovun qardaşının intihar, atasını isə bu dərdə dözməyərək öldüyü sədası da yayıldı. İlin səs-küylü ağır cinayət hadisələrindən biri isə Xətai rayonunda 20 yaşlı tələbə Günel Nuriyevanın başının elə doğma bacısı 19 yaşlı Pərvanə Nuriyeva tərəfindən öz çarpayısına kəsilməsi oldu. Cəmiyyəti titrədən qan donduran hadisə ilə bağlı müxtəlif versiyalar səsləndi. Amma bütün bunlar təsdiqlənməmiş məlumatlar olduğundan prokurorluqdan amansız qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirildi. Bundan sonra Günelin qətlində şübhəli bilinən doğma bacısı 19 yaşlı Pərvanə Nuriyeva saxlanıldı.
Dəhşətli qətlin təfərrüatlarına gəlincə isə saxlanılan Pərvanə Nuriyeva baş verənləri etiraf edərək qətli törətməsinə səbəb olaraq Günelin bir qız olaraq müəyyən hərəkətlərinin Pərvanənin xoşuna gəlməməsi olduğunu deyib. Güneli evdə tək olarkən qətlə yetirən Pərvanə əvvəlcə bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri yetirib. Onun çapaladığını gördükdə isə əl-qolunu bağlayaraq başını bədənindən ayırıb. Qətlin üstü isə Pərvanənin əkiz bacısının məktəbdən evə gəlməsindən sonra açılır. Hadisə yerinə gələn polis orqanları Pərvanənin çaşqın hərəkətlərini sezərək onu çarpaz dindirirlər. Beləcə qətlin üstü açılır. Son bir ayın aləm münaqişəsi zəminində törədilən ən dəhşətli qətllərdən biri də Suraxanı rayonunun Qum adası Zeytun bağları adlanan ərazidə qeydə alındı. Bu hadisəni analoji hadisələrdən fərqləndirən əsas cəhət hadisənin ailə başçılarından biri, yəni nənə tərəfindən törədilməsi olub. 40 yaşlı nənə Şərqə Hüseynova birlikdə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə 6 aylıq nəvəsi Emiliya Nəcəfovanı qətlə yetirib. Nənə gəlininin başına daş parçası vurandan sonra körpənin yatdığı otağa gedərək onu boğaraq öldürüb. Cinayəti törətmədə şübhəli bilinən Şərqə Hüseynova saxlanılıb. Psixoloqların rəylərinə görə isə amansız qətllər daha çox ailə məişət zəminində baş verib. Burada isə əsas olaraq qısqanclıq, əmlak bölgüsü, yəni maddi qazanc üçün sərxoşluq, narkomaniyasılığı və təsadüfi qətllər xarakterizə olunur. Təsadüfi qətllərdə psixoloji problemi olan insanlar, burada isə şizofreniya, şəxsiyyət pozuntusu, epilepsiya xəstəliyindən əziyyət çəkənlər və paranoidlər, yəni şübhəci insanlar da qeyd olunur.